Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sağlam Məktəbli layihəsi çərçivəsində daha bir ümümtəhsil müəssisəsində maarifləndirmə tədbiri həyata keçirilib. Növbəti görüş Bakı şəhəri üzrə təhsil idarəsinin tabeliyindəki Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyində təşkil olunub. Tədbirdə iştirak edən 150 şagirdə agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sağlam Məktəbli layihəsi davam etdirilir və bu məqsədlə biz bugün Nərimanov ərazisində yerləşən 291 sayılı məktəbdə olduq və təxminən 150 uşaq arasında 5-6-cı sinifləri təhsil alan uşaqlar arasında qazlı şəkərli içkilərin zərərləri, xüsusilə də uşaq sağlamlığına zərərləri haqqında məlumat verdik, təqdimatlar etdik, bukletlər payladıq və bu layihəni müxtəlif mövzularda digər məktəblərdə də davam etdirəcəyik. Bu gün burada şirəli qazlı içkilərin sağlığa və sağlıqsız olduğunu öyrəndik. Nə qədər içində şəkər olduğunu öyrəndik. Şəkərli içkilər içdiyimizdə susuzluğumuz və yaxud da ürəyimizin yanması falan heç bir şey keçmir. Amma adi su içdikdə ondan da artıq olur və daha çox da susuz qalmırıq. Mən ən çox adi su içməyi sevirəm. Çünki qazlı sular zərər vericidir və dişlərimiz də çürüdə bilərlər. Qeyd edək ki, Sağlam Məktəbli layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə işlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.